Ölkədə velosipeddən nəqliyyat vasitəsi kimi istifadənin ən geniş yayıldığı bölgələrdən biri Zaqatala, Balakən zonasıdır. Təbii ki, yeniyetmələr və gənclər arasında velosipedə olan maraq Azərbaycan Velosiped İdman Federasiyasını bu bölgəyə xüsusi diqqət ayırmağa sövq edir. Balakən rayonunda məktəblilər arasında maraqlı və həyəcanlı velosiped yarışı təşkil olunub. Balakən rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilik region gənclərinin idmana marağını artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyıb. Tədbirin açılış mərasimində iştirak edən Balakən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Azər Kərimli, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının direktoru vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev çıxış edərək, rayonda ilk dəfə belə bir velosiped yarışının keçirilməsindən məmnunluqlarını bildirdilər və bu tədbirin Balakəndə velosiped idmanına marağın xeyli artıracağına inandıqlarını deyiblər. Vurğulanıb ki, Balakən və Zaqatala rayonlarında velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kifayət qədər geniş yayılıb və indi əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsidir. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov belə yarışların əhəmiyyətinə toxunub. Şəki-Zaqatala zonasında ümumiyyətlə velosiped idmanına maraq çoxdur. Bu yarışın Balakəndə keçirilməyi də təsadüfi deyil. Çünki Balakən məktəblilərində bu velosiped idman növü bir növ həyat tərzi kimidir. Ona görə biz nəzərə aldıq ki, burada velosipeddən istifadə edənlərin sayı çoxdur və bu yarışı biz Balakən şəhərində keçirək. Və bu yarışın keçirilməyində əsas məqsəd gənclərimizin bu idman növünə olan marağının artırılması, bu idman növünün daha geniş yayılmasını və bütün gənclərimizin bu idman növü ilə məşğul olmasını təminləməkdir. O, gələcəkdə daha böyük yarışların planlaşdırıldığını deyib. Velosiped bizim məktəblərin xüsusi marağında olan bir idman növüdür və bizim bölgədə demək olar ki, qruplar açılmaqda davam edir. İnşallah daha böyük yarışları bizim ərazidə keçirməyi nəzərdə tutmuşuq. Məktəblərin velosiped yarışı Balakən rayonunda böyük maraqla qarşılanıb. Turnirdə Balakən, Zaqatala və Qax rayonlarından 150-yə yaxın məktəbli 3 müxtəlif yaş qrupundan mübarizə aparıb. Gənc velosipedçilər həm fiziki hazırlıqlarını nümayiş etdirib, həm də idman ruhu və rəqabət əzmi ilə tamaşaçılara maraqlı anlar yaşadıblar. Reqlamentə əsasən iştirakçılar yarışa öz velosipedləri ilə qatılıblar və əvvəlcə yarımfinal mərhələsində güclərini sınayıblar. Bu mərhələdə məktəblilər sürət, dözümlülük və çevikliklərini nümayiş etdirərək final mərhələsinə vəsqə qazanma uğrunda mübarizə aparıblar. Yarışın marşrutu Balakən şəhərinin mərkəzi küçələrini əhatə edib. 3,5 kilometrlik dövrə üzrə hərəkət edən idmançılar sürət və texniki bacarıqlarını ortaya qoyublar. Gərgin və maraqlı keçən mübarizənin sonunda isə hər yaş qrupu üzrə ən sürətli və dözümlü velosipedçilər müəyyənləşdirilərək final mərhələsinə yüksəliblər. Finalın yekununa əsasən 2008-2010-cu illər təvəllüdlü olanların mübarizəsində bütün rəqiblərini qabaqlayan Balakən rayon İtitala kəndinin şagirdi Famil Həsənov qızıl medalın sahibi olub. İkinci yeri eyni kənddən İrakli Rəhimov, üçüncü yeri isə Ordu İdman Klubundan Rəsul Əli Soltanov tutub. 2011-2014-cü illər təvəllüdlü oğlan velosipedçilərin mübarizəsində Balakən rayon Katex kəndinin şagirdi Qurban Mollaçiyev qalib adını qazanıb. İtitala kəndindən Cahid Ramazanlı gümüş, Balakənin Qabaqçöl kəndindən İbrahim Hacıyev isə bürünc medala yənəlib. Qızların yarışına gəldikdə isə burada Zaqatala rayonunun Danaşı kəndindən Fatma Mehdiyeva fəxri kürsünün ən üst pilləsinə qalxıb. Eyni kəndin təmsilçisi Həbsət Buğliyeva ikinci, Maqov kəndindən Hürü Məmmədova isə üçüncü olur. Fərqlənən idmançılar təşkilatçılar tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər. Bundan başqa, birinci yer tutan məktəblilərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosiped hədiyyə edilib. Qızıl medalçılardan Qurban Mollaçiyev qələbə sevincini CBC Sportla bölüşüb. Özümdən fəxr edirəm ki, mən birinci yer tutduğuma görə finalda olanları da təbrik edirəm, onlar da uğurlar arzulayıram. Velosipedə mənim marağım var idi, həm məşqə də marağım var idi. İkisindən də məşğul olurdum evdə. Ona görə belə yarışlara çıxardım elə. Qurbanın oxuduğu məktəbdə bədən tərbiyəsi müəlliməsi olan Əzizə Şoranova şagirdi ilə qürur duyduğunu ifadə edib. Mən Qurban Məhəmmədovdan fəxr eləyirəm. O bizim məktəbimizin gözüdür. O bütün idmanlarda birincilik qazanmaq üçün çalışır
tək mən yox, kateqori 2 məktəbi ümumiyyətcə fəxr eləyir. Mən istəyərdim ki, belə yarışlar müntəzəm keçirilsin. Bizim gənclər belə yarışlarda fəal iştirak eləsin. İdman sağlamlıqdır. İdman olmadıqda uşaqların asudə vaxtları düzgün səmərəli keçirilmir. O yüzden bütün hər kəsə, burada iştirak eləyən qonaqlarımıza və bizi belə gözəl tədbiri təşkil eləyən təşkilatçılara minnətdarlığımı bildirirəm. Qurbanın atası Ramil Mollaçiyev isə təşkilatçılara minnətdarlığını bildirib. Uşaq indi birinci yerə çıxıb da təbii ki sevinirəm. İndi hər kəsi də təbrik edirəm. Bir Azərbaycanlı xalq olaraq inşallah Allah hamısı balasını birinci eləsin hər yerdə. Görürəm irəliləyiş var məsələn uşaqda. İstəyirəm ki inşallah Allahın köməkliyindən geçsin. Yarışlarda iştirak eləsin. Həmişə inşallah indi qalib olar. Qızlar arasında qızıl medallara yelənən Fatma Mehdiyeva çempionluğu barədə bunları deyib. Çox yaxşı idi, gözəl keçdi. Biraz zorlamışdım, amma axırda biraz özümə güc gəldi, bacarıram deyə qazanmışam. Velosiped Federasiyasında məşqçi vəzifəsində çalışan Səhər Mehman xüsusən xanımların belə yarışlarda iştirak etməsinin xoş hal olduğunu söyləyib. Velosiped idmanının inkişafı bizim üçün olduqca xoşdur. Həm idman kimi, həm də velosipedi nəqliyyat vasitəsi kimi nəinki Bakıda, paytaxtda, eyni zamanda regionlarda inkişaf etməsi bizim üçün xoşdur. Ötən il Elm və Təhsil Nazirliyi ilə birlikdə Velosiped İdman Federasiyasının bölmələri yaradıldı regionlarda və bu da həm idmançı kimi idmançıların regionlarda yetişdirilməsi, eyni zamanda da nəqliyyat vasitəsi kimi istifadəsi çox xoşdur. Bu günlərin biz Balakəndəyik və bu ərazidə velosiped idmandan maraq, hətta uşaqların məktəbə velosipedlə gedib gəlməyi, gündəlik nəqliyyat vasitəsi kimi istifadə eləməyi və bunların içində xanımların çoxluq təşkil etməyi bizim üçün həqiqətən xoşdur. İnşallah ki, hər bir regionda belə bir velosipedə maraq olar, velosipedə tələbat olar və ölkəmiz velosiped idmanını layiqincə təmsil edər. O, Balakəndəki yarışa çox sayda iştirakçının qatılmasında iqlim şəraitinin böyük rol olduğunu vurğulayır. Mən düşünürəm ki, burada insanların idmana marağı və nəqliyyatın velosipeddə üstünlük verilməsi daha yaxşıdır. Həm də Balakən rayonunun iqlimi buna şərait yaradır ki, təmiz hava, düz yol, düzdür. Eniş yoxuşlar da var, amma buna rəğmən insanların da əzmkarlığı buna bir stimul verir ki, insanlar bu qədər maraq göstərirlər. Mütəxəssis federasiya olaraq potensiallı velosipedçiləri üzə çıxarmaq üçün yüksək əzmlə çalışdıqlarını da sözlərinə əlavə edib. Elm və Təhsil Nazirliyi Velosiped İdman Federasiyasının birgə təşkilatçılığı ilə ötən il 10 rayonda bizim bölmələrimiz yaradıldı. Gədəbəy, Tovuz, Goranboy, Gəncə, Ağdaş, Qəbələ, Quba şəhərlərində bizim bölmələrimiz yaradılır və gələcəkdə bu bölmələrin sayı artırılması nəzərdə tutulur. Məqsədimiz təkcə respublikada deyil, eyni zamanda bölgələrə də insanların velosiped idmanına cəlb olunması və potensiallı insanlara dəstək olmaq, onların potensialını üzə çıxarmaq və idmançı yetişdirmək üçün çalışmaqdır. Yarış həm iştirakçılar, həm də tamaşaçılar üçün əsl idman bayramına çevrilir. Belə tədbirlərin keçirilməsi regionda velosiped idmanının inkişafına, gənclərin sağlam həyat tərzinə marağının artmasına və gələcəkdə yeni istedadlı idmançıların yetişməsinə mühüm töhfə verir.